yaxın əyləşin, bir məsələni diqqətinizə çatdırım. Əziz dostlar, əziz vətəndaşlar, aidiyyəti üzrə eyni zamanda. Bir valideyn mənə müraciət edib, deməli, o övladının bu nahiyəsində varikozu vardı, onu bağlı bu ilin iyul ayında Topçubaş adlı Elmi Cərrahiyyə xəstəxanasında yoxlandıqdan sonra yekun qərar verildi. Valideyn də tam razıdır. Dövlətimizin səhiyyəsində bir problem yoxdur. Qərar verib ki, bu adam övladı xidmət etməlidir. Əla, getdi xidmətə. Amma xidmətin 28-ci günündə hərbi qospitala gətirilib yararsız kimi evə yollandı. Və deyib ki, əziz Hikmət müəllim, buna nə deyə bilərsiniz? Mən də nə deyə bilərəm? Və buna hərbi komissarlıq baxmır, bilirsiniz. Buna Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabirində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yoxlanış həyata keçirilir. İndi sizi üzümü tuturam. Necə oldu bu? 28 günə nə baş verdi ki? Bu 28 gündən sonra qayıtdı, gəldi. Hə? Belə şeylər ordunu gözdən salır. Sizi gözdən salır. Dəqiq olmayan yoxlamalar filan. Belə şeydə diqqətli olun. Yenə deyirəm sizə.